Əslində sizə bir məsələni deyim. Baxın, mən həmin anda sizin yanınıza gəlməmişdən bir müddət qabaq həm müalicəvi masaj vardı, hamısı ki Zamira xanımla edirdik. Eyni vaxtda yəni bizim nəfəs texnikaları gedir. Mən də yoga ilə də məşğul idim, amma bu yoga ilə məşğul olmaq bu demək deyildi. Yəni ki mən çəki atıram, yəni möhkəm yox, atmırdım. Amma potensial olaraq nəyə fikir verirdim? Deməli, bədənin üst hissə zahirdə, əzələdə bütün işlərin işlənməsində, yəni müalicəvi masajın çox böyük əhəmiyyəti var idi. Yəni bu çöldə olan, üst hissədə olan biylərin ərinməsinə kömək eləyirdi. Bəli. Amma içəridəkinə artıq nəfəs kömək eləyirdi, mütləq nəfəs idi. Amma bu balans hamısı bir yerdə, siz puzzle-na vaxt başladı oturmağa, qidalanma da olanda. Mütləqdir. Qidalanma olanda bütün şey oturdu və onda heç mən axır 10-15 ildə bu qədər heç arıqlamamışdım. Bəli, orqanizmə uyğun qidalanma. Yəni çəki atmamışdım heç vaxt. Yəni məndə birdən-birə o qədər çəki olmamışdı. Və birdən-birə bu puzzle düzüləndə avtomatik başladı atmağa. Amma bir də başqa bir məsələyə toxunmaq istəyirəm. Yanınızdasa siz gəlməmişdən qabaq bizi bu müayinələrə göndərdiniz. Müəyyən bir analizlər verdik, onları verdik və ondan sonra siz mənə bildirdiniz ki, bəs bu analizlərə görə sənin qidalanman budur. Burada nəyi gördünüz? Belə deyim də, nə insanlar bilməlidir? Əslində çox gözəl sualdır. Buradan bütün izləyicilərə də qeyd edim ki, əgər son 6 ay içərisində mənim soruşduğum analizlər bu arada qeyri belə nəysə fərqli analizlər deyil. Ümumilikdə sıradan olan qanın ümumi analizi, TSH, hormonal analizlər və s. vitamin D və s. Əslində mən yenə deyirəm, başqa bir analizlər, bahalı analizlər istəmirəm. Əgər gələn pasiyentin son 6 ay içərisində mövcud analizləri varsa, yeni bir analizə, yeni bir xərcə ehtiyacı olmur. Çünki mənə kifayətdir o nəticələr. Çünki dəyərlər 6 aydan bir dəyişir. Sizdə də yox idi deyə mən yenidən sizə analizlərə göndərdim. Və o analizlərin cavabı bizə çox şey dedi ki, qidalanmada nələrə üstünlük verməliyik, nələri daxil ya da nələri xaric etməliyik. Artıq buna uyğun olaraq qidalanma prosesimizə başladıq və nəticə göz önündədir ki, 28 günə 16 kilo itirdiniz və bu sağlam formada oldu. Nəticələrinizdə də gördük ki, əzələ kütlənizdə azalma olmamışdı, ancaq itirilən yağ kütləsinə getmişdi. Bu birbaşa professional arıqlamadır. Çünki orqanizmə uyğun qidalandıqda birbaşa olaraq hüceyrələriniz qidalanır, hormonlarınıza təsir edir və nəticədə 28 günə sağlam 16 kilo itirə bilirsiniz. Sizin nəticələrinizə baxdıqda da gördük ki, daha çox yağ faizi itirilmişdi, əzələ kütləsi heç demək olar getməmişdi, ödəm atılmışdı və nəticədə hətta siz ət yeməməyinizə baxmayaraq ki, mən ət tərəfdarıyam, pasiyentlərimə yedirirəm, amma siz fərd olaraq qırmızı əti xoşlamırdınız və s. istəmədiniz menyuda, mən də onu qeyd etmədim. Buna baxmayaraq əzələ itkimiz demək olar heç yox idi. Bu kimi nəticələri əldə etmək üçün isə ümumiyyətlə orqanizmə uyğun qidalanma menyusu tərtib olunmalıdır. Təəssüflər olsun ki, sosial mediada mif, qısa müddətli arıqlama adlı videolar və s. paylaşılır. Ümumilikdə çox təəssüflər olsun ki, əsasən də AI-dan, ChatGPT-dən sonra hər kəs bir nutrisioloq, diyetologiya üzrə mütəxəssis oldu nədənsə. Çünki bu hamısı AI-dan sonra baş verdi. AI-dan sonra, üzr istəyirəm ifadəmə görə, 10-15 manatlıq qruplar daha çox oldu və insanlar sağlamlığını məhz elə bax bu vaxtda artıq itirməyə başladı, mən deyərdim. Çünki niyə? Arıqlamaq əslində sizin, yenə deyirəm, həyat keyfiyyətinizi artırmalıdır. Əgər siz bir qrupdasınızsa və bir diyeta rejimdəsinizsə, proqramdasınızsa, bu proqram sizi stresə salırsa ya da diyetoloqunuz ancaq yumurta yazırsa, demək ki, burada bir problem var.